Aşılama da nədir? Mən o sizə öncə bildirim. Bəli. Aşılama yəni inseminasiya deyirik. Əzəlcə yoldaşın spermi zəif olan xəstələrə deyirik bunu, onu da qeyd edim. Çox zəif deyil, balon biraz zəifdir. Demək, iki qrupa əsas edirik. Bir səbəbi bilinməyən sonsuzluqlara əsas, bir də yoldaşın spermi müəyyən qədər zəif olan pasientlərə icra edirik. Aşılama etdiyimiz zaman xanımın yenə folikulu ya özü yetişdirir, ya biz yetişdiririk. Yetişib özəl bir günə çatdığı zaman yoldaşın spermini verilir. Yoldaşın sperm verir. O sperm laboratoriyada özəl bir dərmanlarla qarışdırılır, özəl bir texnikadan keçirilir, sperm aktivləşdirilir. Yəni daha aktiv, daha gözəl spermlər xanımın uşaqlıq boşuna yerilir. Burada bir də yol qısalır. Normal əlaqədə sperm vajinaya tökülür, bilirsiniz, amma aşılamada vajinaya tökülmür, birbaşa uşaqlığa tökülür. Çünki niyə düşünürük? Birinci yolu qısaldırıq, bu bir. İkinci, folikul partlayan dönəmdə biz onu artıq uşaqlığa yeridirik, yəni 1-2 artıq yetişib folikul partlayacaq. Üçüncüsü, vajinal faktor var. Deyilənə görə də isbatlanmayıb. Qadının uşaqlığında bunu özəl isbatlayan özəl bir testlər də yoxdur. Düzdür, var, amma heç bir dəqiq isbatlamır. Qadının vajinası yoldaşın spermi inaktivləşdirir. Yəni ona qarşı anticissimləri varmış və sperm ona töküldüyü zaman oranı inaktivləşdirir, amma biz uşaqlığa tökəndə vajinadan qaçılmış oluruq. Yəni orada sperm inaktivləşmir. Yəni bu da artıra bilər, amma qeyd edim ki, artıq bütün dünyada və Azərbaycanda aşılama çox az tətbiq edilməyə başlayıb. Çox azalıb. Əvvəllər çox edilirdi. Niyə az tətbiq edir? Çünki aşılama şansı o qədər də qaldırmır. Bir qadının hamilə qalma şansı sadəcə 15% qaldırır. Bəli, bunun adı böyükdür, aşılama oldu, inseminasiya oldu. Maddiyyət də o qədər az deyil, maliyyət də o qədər az deyil. Pasient aşılama olduğu zaman sanır ki, mütləq hamilə qalacaq ya da çox faiz qalacaq, amma qalmır və mənəvi olaraq pasient zərər görür. Ona görə Avropa ölkələrinin çoxunda artıq aşılama icra edilmir.